Ağlama Sevdam poemasından 3-cü fəsil. Sevgi etirafı. Sevda mat qalmışdı özü özünə. İndi kəşf etmişdi sanki mehmanı. Deyəsən sevirdi özü də necə. Daha qalmamışdı şübhə gümanı. Bəli, leyli olmuş sevirdi Sevdam. Bunu qazanmışdı bizim qəhrəman. Sevgi etirafım biləndən sonra nələr edəcəyim bilmişdi mehman. Qız gilə göndərmiş elçilərini. Razılıq alınmış, nişan olmuşdu. Yaman darıxırdı bizim cavanlar vüsala getməyə. Lap az qalmışdı. Aşıqlər beləcə ayrı qaldıqca, bir az da artırdı sevgi, məhəbbət. Hicran uzandıqca, vaxt daraldıqca, üzürdü gəncləri bir acı həsrət. Cəbhədə sakitlik baş verən kimi Sevdanın yanına qaçırdı mehman. Doymurdu eşqindən, məhəbbətindən, yenə toy söhbətini açırdı mehman. Söhbətdə uzanır, şirinləşirdi. Onlar unudurdu vaxtı, zamanı. Eşqin ateşində yanan gənclərə açırdı qucağın sevgi ümmanı. Ehtiraf olmuş uca sevgiyə şahidlik edirdi göydə mələklər. Sevirdi cavanlar bir-birlərini, birgə döyünürdü sanki ürəklər. Mehman unutmazdı cəbhə xəttini. Vaxt tamam oldu mu, qalxardı o an. Çünki söz vermişdi komandirinə, sırada durardı dediyi zaman. Gəlib yetişəndə ayrılıq dəmi, mehmanda qəribə təmkin olardı. Sanki gözü ilə qorxma deyərdi, hələ çox olacaq görüşün ardı. Ayağa qalxardı, ayrılmaq üçün Sevdanın əlini yavaş sıxardı. Cəmləyib özünü şux bir duruşla, inamla, təmkinlə ona baxardı. Sevda kövrəlsə də gizlədər gözün, üstünə bulud tək kədər çökərdi. Mehman aralaşıb uzaqlaşanda süzərdi üzündən, sel yaş tökərdi. Hər dəfə geriyə dönəndə mehman narahat olardı, qorxardı bu qız. Elə bil anlayıb duymuşdu öncə. Nə vaxtsa mehmansız qalacaq yalqız. Hər dəfə əsirdi Sevdanın qəlbi. Uzanan yolları sonsuz görürdü. Onun xəyalında bitmirdi həsrət. Qara bir sevdayla ömür sürürdü. Qara bir sevdayla ömür sürürdü.